Sizcə biz onlara inana bilərikmi? Yəni o tarixdə çəkdiklərimiz bunların özünün əməlləri deyilmi? Yoxsa onu da mı Rusiya yönəldirdi? Rusiya yönəltməsəydi heç ümumiyyətlə o münaqişələr də olmazdı. Deməli bu sualınızın birinci yanlış hissəsini deyim. Bəli. Yanlış hissəsi odur ki, tarixdə nə qədər olub Rusiya gətirib də 1828-ci ildən sonra gətirib Rusiya. Yanlış deyəndə mən onları deyirəm də. Yox, ona görə demirəm. Bizimkilər İranla da bağlı deyirlər. İran dövlətçiliyi ənənələri, hansı dövlətçilikdən danışırsan? Bu birincisi. İkincisi, yəni onların böyük dərin tarixi yoxdur ki, onu biz 200 ildir, bütün elədikləri də Rusiyanın əli iləndir. Bəli. Rusiyasız və yaxud... Yəni sabah etməyəcəkmi? O garantiya var mı? Rusiyasız, Fransasız ermənilər onu eləyəcək gücdə deyirlər. Onu da eləmək onlara xeyir eləməz. Yəni onlar axmaq adam deyil ki. Amma başqa bir məsələ var. Mən biraz bundan qabaq Macronla bağlı söhbətdə dedim. Siyasətdə inanmaq yoxdur. Sənin fəaliyyətə baxırıq. O Stephen Hawking'in də sözü var, deyir, sözlərə baxmayın, əməllərə baxın. Yəni biz istəyir Ermənistan olsun, istəyir Rusiya olsun, İran olsun, Amerika olsun. Biz kiməsə inanmamalıyıq. Biz onun bizə münasibətinə, bizlə bağlı fəaliyyətinə, bizlə bağlı mövqeyinə baxmalıyıq. Bu çox yağlı sözlər deyə bilər. Desin, yağlı sözlər qarın doyurmur. Yağlı sözlər rahatlıq gətirmir. Əgər onun münasibəti Azərbaycan dövlətinə, Azərbaycan xalqına normaldırsa, yol gedəcəyik. Hara qədər gedirsə gedəcəyik. Harda ki aralanda aralanacaq. İkinci, üçüncü tərəfdən istəyir erməniləri, istəyir gürcüləri və istəyir də bir başqasını bizim üstümüzə salan olmasa, onlar o şeyi eləməz. Fransanın özü türklərlə döyüşmək istəmir. Amerika türklərlə döyüşmək istəmir. Nə bilim, başqası Rusiyanın özü türklərlə döyüşmək istəmir. Hamısı çalışır ki, vəkalət savaşı aparsın. Törəmə qüvvələr yaradıb onlarla türkləri savaşdırsın. Bundan da ağlı var, eləməyəcəklər. Ağlı yoxdursa, gələcək, indi necə 30 il bir arxayınlıq yarandı, 30 gündə həll olundu. Bəli. 30 illik məsələ 30 gündə həll olundu.